Bismillahirrahmanirrahim. Ərəb dili başlanğıc mərhələsi təmhidi səviyyəsində olan dərslərə davam edirik. Bu kitabı əgər səbr edib bitirə bilsəniz, artıq bu dildə bir pay sahibi ola və yaxud da hər hansısa bir ciddi proqramlarla olan kitabları ələ alıb çalışa bilərsiniz. İnşallah ki, çox faydalı kitabdır. Biz cümlənin quruluşunun növünü keçmişdik. Yəni bir növ sintaksis təhlildən məlumat vermişdik. Morfoloji təhlil, kəlmələrin növlərindən heç danışmamışdıq. Yəni dediyimiz bu terminlər dil bilənlər üçün faydalı məlumat ola bilər, amma sintaksis, morfologiya bunları bilməməniz sizin üçün qəbahət deyil və dili öyrənməyinizə də maneə deyil. Kəlmənin, sözün növləri sadə dildə belə deyək. Azərbaycan dilində sözlər köməkçi nitq hissəsi, əsas nitq hissəsi deyə bölünür və 11-dir, amma ərəb dilində belə deyil. Elə növ 1-dir, kəlmənin növləri və o da 3 yerə bölünür. İsim, feil, hərf. İsmun, feilun, hərfun. Biz birinci feildən başlayaq, çünki istisnasız tam Azərbaycan dilinə uyğun olanı budur. Feilə misal gətirək, yəzhəbu, tərcüməsi gedir deməkdir. Müstəqil şəkildə mənası var. Sən artıq bu kəlməni deyərkən beynində bir hərəkət getmək formalaşır. Hərəkətə dəlalət edir və zamana görə də dəyişir. Gedir, getdi, gedəcək. İsim. İsim nəyə deyilir? İsim müstəqil şəkildə mənası olub, zamana dəlalət etməyən kəlmələrə deyilir. Və gördüyünüz kimi, hərəkətə dəlalət etməyən bütün digər söz növləri bura aid olacaq. Bu əvəzlik də ola bilər, sifət də ola bilər, zərf də ola bilər, sual kəlmələr də ola bilər. Hətta bura aid olunacaq. İsmə misal, kitabun, kitab. Və yaxud da biz bura şəxs əvəzliklərlə misal nümunələr gətirə bilərik. Ənə, mən, əntə, sən və yaxud da digər şəxs əvəzliklər. Və işarə əvəzlikləri misal gətirə bilərik. Həzə, bu, həzihi, qadın cinsində bu. Və ya zərflər, məkan bildirilən kəlmələri bura aid edə bilərik. Fəvqa, keçən dərsimizdə keçdik. Fəvqa. Təhtə. Və yaxud da sifətləri misal gətirə bilərik. Tağıyıl. Əhmər, qırmızı, bunlar hamısı isimdir. Və yaxud da bildiyimiz sıradan kəlmələr və ya sual kəlmələri. Əynə, mətə, nə vaxt, mətə. Və yaxud da bildiyimiz Azərbaycan dilinə də uyğun olan isimlər. Ada dəlalət edən kəlmələr, ümumi və yaxud da xüsusi olsun. Ümumi misal üçün kitab, xüsusi misal üçün Xalid. Bir daha xatırladım. Ərəb dilində kəlmələrin 3 növü var. Feil, hərəkətə dəlalət edir və zamana görə dəyişir. İsim, hərəkətə dəlalət etməyən bütün kəlmələr isimdir. Bu, ad bildirilən kəlmələr ola bilər. Ümumi və yaxud da xüsusi fərqi yoxdur. Ümumiyə misal üçün kitab, ümumi kəlmədir. Xüsusi Xalid, Əhməd. Və yaxud da bu şəxs əvəzlikləri. Ənə, əntə, mən, sən. Bunlar da isim sayılır ərəb dilində. İşarə əvəzlikləri, həzə, həzihi isim sayılır. Zərflər, məkan bildirən kəlmələr, fəvqa, təhtə, əməmə, yəminə, şimələ. Və yaxud da sifətlər, tavil, uzun, misal üçün qasir, qısa, əhmər, qırmızı. Əynə, mətə, sual kəlmələri də isim sayılır. Və feillər də hərəkət bildirən kəlmələrdir. Başqa bir feil də yazaq nümunə üçün. Yaktubu. Gəldik hərf. Hərf nədir? Bu bizim dildən çox fərqlənir. Bu kateqoriya, bu növ. Hərf ərəb dilində tərifi bu cürdür. Təklikdə mənası olmayıb, ancaq başqa sözlə birləşdikdə məna ifadə edən kəlmələrə deyilir. Azərbaycan dilindəki qarşılığı bəzi şəkilçilər və yaxud da bəzi köməkçi nitq hissələri ərəb dilində hərf sayıla bilər. Amma biz ərəb dilində olan qaydanı bir daha xatırladaq. Təklikdə mənası yoxdur. Yalnız
başqa kəlmələrlə işləndikdə məna ifadə edir. Misal üçün nə? Bax, fi hərfi cər var, da deməkdir tərcüməsi. Da, də. Da, də deyəndə beynimizdə sərbəst şəkildə, tək şəkildə yazanda bunu, beynimizdə bir məna təsəvvür formalaşırmı? Xeyr. Amma sən fil beyti evdə dedikdə, fil beyti. Sən fil beyti dedikdə evdə fi içində mənasını formalaşdırır. Amma təkcə da, də, fi kimi bir məna ifadə etmir. Və yaxud da başqa ilə aə istiqamət bildirir. Və yaxud da alə üzərində. Və yaxud da min, mən yox, bu mindir. Dandən. Gördüklərimiz Azərbaycan dilində qarşılığı şəkilçidir, amma bu dildə bunlar kəlmə sayılır, söz sayılır. Niyə? Çünki bir məna ifadə edir. Tək olmasa da, başqa sözlə birlikdə olsa da məna ifadə etdiyi üçün bunları bir kəlmə kimi kateqorizə ediblər. Gələk kitabdakı mövzumuza. Bu günləri biz kitabdan şəxs əvəzliklərini keçəcəyik. Şəxs əvəzliklərindən bir qismi. Şəxs əvəzlikləri bunlardır, hələlik keçəcəyimiz. Ənə, mən, əntə, sən, ənti, bu da səndə, amma qadın cinsində. Huvə, o, hiyə, o, qadın cinsində. Bir də nəhnu, biz. Şəxslərin 3 növ var. Birinci növ, ikinci növ və üçüncü növ. Bir də bunların təki və cəm var. Tək, cəm. Birinci şəxs, yəni mən, ərəb dilində qarşılığı ənədir. İkinci şəxs əntədir. Əntə. Sadəcə qadın cinsində öyrənək. Çünki cins ayrımı çox önəmli mövzudur ərəb dilində. Ənti, ənti. Üçüncü növ huvədir, o. Huvə. Qadın cinsi üçün hiyə, hiyə. Bu üç şəxsi öyrəndik. Birinci şəxs hər iki cins üçün ənə deyə işlədilir. Və cəmləri hələ keçməyik. Cəmlərdən bir dənə birinci şəxsin cəmini. Mən kəlməsinin cəmini keçəcəyik. Nəhnu biz deməkdir. Nəhnu. Bir daha xatırlayaq. Bir daha diqqət edirək. Ənə, mən, əntə, sən, ənti, sən qadın cinsi üçün, huvə, o kişi cinsi üçün, hiyə, o qadın cinsi üçün. Nəhnu biz. Oxuma çalışmasını yerinə yetirək. Başlığa belə bir başlıq yazılıb. Mən əntə, sən kimsən? Mən ənə. Hətta məndən öncə siz, əgər PDF sizdə varsa, kitab sizdə varsa, oxuya bilərsiniz. Və yaxud da bunun PDF şəklini çıxartmamısınızsa, çalışmaları dəftərinizə yaza bilərsiniz. Mən ənə, mən kiməm? Ənə Həsənəm, mən Həsənəm. Mən əntə, sən kimsən? Ənə Xalid, mən Xalidəm. Mən ənti, sən kimsən? Ənə Zeynəb. Gördüyünüz kimi ənti də qadın adıdır. Çünki qadın cinsində sən deməkdir ənti. Mən huvə, o kimdir? Huvə Səid, o Səiddir. Ərəb dilində son hərəkələr oxunmur dayanarkən, amma biz hələ ki bu mərhələdə oxumağa çalışacağıq. Ənə Həsənun, mən Həsənəm. Və əntə Xalid, sən Xalidsən. Və ənti Zeynəbu, və huvə Səidun, və hiyə Səidətu. Nəhnu, biz, ixətun, qardaşlar, biz qardaşlar. Çalışmalarımıza gələk. Tədribət, çalışmalar. Ət-tədribul əvvəl, birinci çalışma. Əkmil, tamamla. Bil ismil münasibi. Münasib isim ilə tamamla. Bu bi, burada keçdiyimiz kəlmə növlərindən hərfdir. İlə mənasını verir. Təklikdə mənası yoxdur, amma başqa kəlmə ilə birləşdikdə bərabərlik, birgəlik mənasını ifadə edir. Ənə Muhammedun, mən Muhammedəm. Əntə Xalid, ənti, bura nə yazsınız?
uyğun olar? Zeynəb. Bu çalışmada adlar yazırsınız. Sadəcə diqqət edəcəyiniz qadın cinsində olan şəxs əvəzliklərinə qadın adları yazmağınızdır. İkinci çalışmamız. Yenə də münasib bir kəlmə ilə tamamlamalıyıq. Ənə talibun burada xüsusi ad deyil, insana aid olan hər hansı bir sənət peşədir. Burada da diqqət etməli olduğunuz qadın cinsinə uyğun kəlmələr gətirməkdir. Cəmid kəlmələr, yəni dəyişməyən kəlmələrdə kitab, çanta, onlar qadın cinsindədirsə, qadın cinsi kimi, kişi cinsindədirsə, kişi cinsi kimi olur daim. Amma törəmə kəlmələr, sadə dildə desək, siz elə bunları keçməmisiniz. Kök cəmid nədir, törəmə kəlmələr nədir? Belə sadə dildə deyək ki, insana aid olan sənət peşələrdə sona təmərrütə gətirərək qadın cinsində işlədə bilərik. Misal üçün, ənə talib, əntə müdərris, sən müəllimsən. Ənti müdərrisətun, belə deyəcəksən. Huvə tabibun, hiyyə tabibətun. O həkimdir, o həkimdir, belə. Burada da eyni qayda ilə sual verilir və suala cavab verəcəksən. Mən əntə, sən kimsən deyə bilərsən ki, ənə talibun. Sonuncu çalışmamız. Burada şəklə baxaraq cümlələr yazacaqsınız. Misal üçün, əntə Xalid və yaxud da əntə müdərris. İstəsəniz ad, istəsəniz hər hansı bir sənət peşələri qeyd edə bilərsən. Və yaxud da ənə və yaxud da huvə deyə işlədim bunu. Gələn dərsimizdə inşallah feilləri keçəcəyik. Feillər daha geniş mənalı cümlələr qurmamıza yardımcı olacaq.